Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əli Mirəliyevin açıqlamaları yenidən müzakirə mövzusu olub. Xəbər verilir ki, müğənni Əli Mirəliyev səsləndirdiyi fikirlərlə diqqət çəkib. Sənətçi bəzi tanınmış ifaçıların yaradıcılığı ilə bağlı sərt mövqe ortaya qoyaraq onları müğənni kimi qəbul etmədiyini bildirib. O, müasir musiqi mühitində təqdim olunan bəzi sənətçilərin ifalarını tənqid edib və bu məsələyə münasibətini açıq şəkildə ifadə edib. Əli Mirəliyev həmçinin meyxana və estrada sənəti arasındakı fərqlərə toxunaraq hər sahənin öz çərçivəsi olduğunu qeyd edib. O, bəzi ifaçıların təqdimat formasının tamaşaçı zövqünə təsir göstərdiyini düşündüyünü vurğulayıb. Müğənni çıxışı zamanı mərhum bəstəkar Ramiz Mirişli ilə söhbətini də xatırladıb. Onun sözlərinə görə Ramiz Mirişli vaxtı ilə ona Üzeyir Hacıbəylinin sənətlə bağlı məşhur fikrini çatdırıb. Əli Mirəliyev bildirib ki, bu yanaşma əsasən sənət adamları xalqın zövqünə enmək deyil, tamaşaçıların zövqünü daha yüksək səviyyəyə qaldırmaq üçün çalışmalıdırlar. Şəbnəm Tovuzlu, Damla, Kəmalə Günəşli bunlar oxuyan deyil, nöqtə. Badəli meyxanaçıdır. Onu müğənni hesab etmək düzgün deyil. Cəmaatı bu günə salıblar, onları təqdim edirlər, insanlar da baxırlar. O vaxtlar yeni qalmaqallı fikirlər səsləndirməyə başlamışdı. Ramiz Mirişli mənə dedi ki, Üzeyir bəy Hacıbəy yox, vaxtı ilə belə deyil. Xalqın zövqünə enməyin, xalqı öz zövqünüzə qaldırın, onların zövqünü korlamayın. Bu sözü Tofiq Quliyev eşidib Ramiz Mirişliyə danışıb. Ramiz müəllim də mənə çatdırıb. Mən də bu fikirləri hər zaman insanlara deyirəm. Sənətçinin səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun açıqlamalarına fərqli münasibət bildirərək mövzu ətrafında çoxsaylı rəylər yazıblar.